Show biznesdə yeni bir qalmaqal baş qaldırıb. Amma bu dəfəki qalmaqalın sambalı da, dəyəri də çox ağırdır. Çünki bu boş yerə yaranmayıb. Dava bədihə və meyxana davasıdır. Dalaşanlarsa Qorxmaz Əlili Canzadə və Namiq Mənadır. Özü də onlar elə-belə danışmırlar ha. Hər iki tərəfin dəlilləri də var, sübutları da. Buyurun, baxın. Show biznesdə bədiyyə və meyxana davası baş qaldırdı. Qorxmaz Əlili ilə Namiq Mənanın sözü çəpləşdi. İki dənə alim istəyirəm, xahiş edirəm, iki dənə alim göndərsinlər və mən o alimlərlə efirdə oturaq söhbət edirik. Mən yəni meyxanaçı getsin, çıxmasın, vursun, meyxana düşsün. O insanlar ki deyir, onlar çox yaxın zaman kəsiyində tarix qarşısında və məsuliyyətə cəlb olunacaqlar o insanlar. Heç kimin çıxma vurub söz axtarlarının ixtiyarı yoxdur ki, alimə proçum geçsin. Bu mənim fikrim də öyle, bəlkə sözümü mən çıxartmamışım. Allah haqqı mənim fikrim də öyle. Neçə vaxtdır ki, gündəmin ən məşhur mövzusuna çevrilən meyxana və bədihə məsələsi Qorxmaz Əlilini özündən çıxardı. O sənədlərini də, sübutlarını da əlinə götürüb kamera qarşısına keçdi ki, bir dəfəlik bu bədihə deyənlərin cavabını versin. İndi adamlar gəlib meydanı sil özləri reklam etsinlər ki, güya onlar meyxananı bədihə səviyyəsindən qaldırıb, güya hörmət edirlər. Bədihə improvizasiya deməkdir rus dilində. Deməli, bir də var improvizator, bədihə gül. Bir də var bədahətən, eksprompt. Bunları tərcümə edən Qorxmaz Əlili olmayıb. Bunu ərəb alimləri fars dilindən ərəbə, ərəbdən farsına tərcümələr ediblər. Bir dənə bunu anlasalar o savadsızlar ki, improvizasiya nədir və bədihə yəni nədir? Bədihə sözünün lüğətin mənası hazır cavablıqla deyilən şeir. Bədihə el arasında yalan deməkdir, uydurma deməkdir, fantaziya deməkdir. Deyir, bədihə danışma. Bizim kəndin aşığı var beləcə. Deyir, bədihə danışmayın. Kimin təhsili var, savadı varsa, ən azından hərf oxuya bilirsə, lüğət oxuya bilirsə, asıb kitablara istinadən baxıb görəcək ki, mən deyim, haqdır, düzdür. Mən alim kimi tələb edirəm ki, o adam getirsin, kim gəlsin mənim qabağımda alim otursun. Və o alim səviyyəsində oturaq söhbət edək. Mən sənətşünasam, o da ədəbiyyat şünas. Gəlsin, mənə sübut eləsin, arada biraz qandığım olar deyə, bu bədihədir, mənə sübut eləsin. Hamının əzəldən meyxana kimi tanıdığı bu janrın indi adı dəyişdirilmək istəyir. Amma maraqlısı da budur ki, efirdə həmişə qafiyələri ilə özlərini reklam edib, ağız da olsun meyxanaçıyıq deyənlər bunun üçün heç barmağını da tərpətmək istəmir. Elə ona görə də güc Qorxmaza düşüb. ...1919-cu ildə çap olmuş meyxana, Əl-İslamla Əl-Paşanın səhnədə dediyi meyxanalar. Əl-Ağa Vahidin meyxanaları, kitab belə yazır. Əl-Ağa Vahidin meyxanaları 1925-ci ildə çap olunub. Vahid Bədiyəxan oğlan rədifli şeir yazıb, yəni öz dostuna, digər həmkarına. Meyxana Məştəqada yaranıb. Vahidə yenə biz xərabat əhliyik, meyxanələrdən çıxmışıq, badələr nuş etmişik, peymanələrdən çıxmışıq. Burada bir İngilis dili, ərəb dilidir, bu bizim öz dilimizdir də, burada öz dilimizə istinadən, yəni ki, mən bu suallara aydınlıq gətirirəm. Bugün meyxanaçı adını özünə yaraşdırmayan Namiq Məna bu adın mənfiliyini və yanlışlığını sübut etmək üçün əlindən gələni edir. Amma heç də hamı onun bu qərarı ilə razılaşmır. Meyxana sözü məkan bildirir. Necə ki, çayxana, toyxana, dəftərxana, kitabxana, yataqxana. Sırf xana sözü məkan bildirir və meydə ki, şərab evidir. Meyxana şeir forması. Həcvlə deyilən yumoristik forma. Bu meyxananın mənasıdır. Meyxana sözünün mənası sırf meyxana araq evidir, şərab evidir. Yəni, araq deyəndə şərab evidir. Meydə ki, araq deməkdir. Xahiş edirəm, o savadsızlar başlarına almasınlar. Mey araq deməkdir, şərab da araq deməkdir.
Bəzi sənət yoldaşlarımdan eşidirəm ki, deyir ki, meyxanə ariflərin yığıldığı evdir. Yaxşı, ariflərin yığıldığı ev olsun. Əla, gözəl. Birinci elə deyil, lap ikinci olsun. Ariflərin yığılan evin bu sənətin adiyyatı var ki. Deyirsən ki, bir dənə ariflər yığılan evdinə qulaq asın. Bunlar bilsələr ki, bədihə anlasalar, qanmazlar ki, bədihə ifa üslubudur. Meyxana şeir formasıdır. Qorxmaz Əlili görünür bu mövzuya o qədər ürəkdən yanaşır ki, öz sözünü sübut edib meyxana adını yaşatmaq üçün o yeri gəlsə, lap tarixi yenidən səhifə-səhifə axtarar. Çünki Namiq Mənanın bədihəsi ona çox mənasız gəlir. Biz bunun keçmiş adını, köhnə adını, qədim adını bərpa edirik. Bu bədihə deyənlər özünə, onlar gedib çıxdanlandır meyxananın adısını. İcazə versən biz alimlər bunu araşdıraq. Onu bağışlamaq olar mı filmimizdə? Orada primus düzəldən pəncərəyə yaxınlaşır, dəmir parçası qoyur. Orada polis mayoru rolunu oynayan Ətayə xanım deyir ki, pir olmuş, sən necə bədiyyə deməyin də var ki. Biri deyir efirdə bədihə, biri deyir bədiyyə. Hələ bilmirlər nə danışırlar. Biri bədiyyə deyir, biri bədihə deyir. Amerika aparıb çıxartmışam, Kandal Zəlayəsinin dəvətinə 26 gün orada olmuşam. Sonra da gəlsin müsabiqə keçirilirdi bir digər kanalda. Qalib olmuşam bu 2. Udduğum 17.000 dollarlıq maşını vermişəm internata, bu 2, 3. Bunu hansı biri edib? Ondan qabaq İsraildə rəhmətli Nizami Rəmzi ilə Ağasəlim Çıldağı dəvət ediblər. Görünür Qorxmaz Əlili Namiq Mənanın əlindən yaman yığıb. Onun səbir kəsası artıq dolub daşmaq üzrədir. Bu istəyir ki, nə olsa bu deyim, mən elədim bunu. Birinci mənəm. O birinci mənəm deyil, xanım. Birinci mənəm eləmək üçün ona doğrudan həm savad lazımdır, həm də istedad lazımdır. O insanlar ki, deyir, onlar çox yaxın zaman kəsində tarix qarşısında və məsuliyyətə cəlb olunacaqlar o insanlar. Bədiyyə sözü də bədihə. İngilislərcə bəd pis deməkdir. Mən də o sözü qəbul edirəm. Sözləri var. Bəd pis deməkdir. Bədhiyyə deməli pis niyyət. Bu sənətin adı vallah, billah, Allah and olsun, Qurana and olsun, Peyğəmbərə and olsun, bədihədir. Allah haqqı sənətin adı meyxanadır. Bundan and içirəm ki, sizin efendim, birinci dəfə də and içirəm. Andamanla iş düzəlsəydi, onda elə ən birinci dilənçilərin işi düzələrdi. Onlardan çox andaman edən yoxdur ki, Namiq Məna özünü çox təmkinli aparmağa çalışsa da, əslində o qarşısında dayanan heç nədən qorxmayan bu Qorxmazın dəlil və sübutlarından yaman qorxmuş görünürdü. Hələ ki onlar öz müzakirələrini başa çatdıra bilmədilər. Bu mövzu üçün Qorxmaz Əlili demişkən, alimlər lazımdır. Meyxanaçıların bir-iki sübutu buna bəs etməz.